Xaçmazda zərər görən meyvə bağlarına görə Aqrar Sığorta Fondu rekord məbləğdə sığorta ödəyib. Rayonun Tel kəndindəki nektarin bağı güclü şaxtalar nəticəsində zərər görüb. Çığatay kəndindəki badam bağını isə sel basıb. Məhsul itkisi və zərərlə üzləşən hər iki təsərrüfatda araşdırma aparılaraq 1 milyon manata yaxın sığorta ödənişi təyin edilib. Bu, indiyədək Aqrar Sığorta Fondunun meyvə bağlarına görə ən böyük sığorta ödənişidir. Ümumiyyətlə, indiyə qədər Aqrar Sığorta Fondu tərəfindən təsərrüfat təmir zərərlərine bağlı 20 milyona yaxın zərər ödənişləri həyata keçirilib. Hal-hazırda 2025-ci ilin zərər ödənişlərində tənzimə mərhələsində və ödənişlər həyata keçirilir, davam edilir. Və bu tək meyvə bağlarına deyil, Aqrar Sığorta Fondu tərəfindən 41 növ bitkinin sığortalanması həyata keçirilir. Arpadır, buğdadır, dənli bitkilərdir, tərəvəz bitkilərdir, meyvə bağlarıdır. Və meyvə bağları üzrə ən böyük ödəniş hal-hazırda həyata keçirilən Xaçmaz rayonu Abran qəsəbəsində olan 712 manatlıq nektarin bağıdır. Burada yetişən meyvələr Rusiyadan Belarusuna, Arap ülkələrinə, Birləşib Arap Emirliklərinə, hər yerə eksport edilir. Məlumat vermək istəyirəm digər farmerlərə də bu məsələyə diqqətli davranıb kesinliklə bağlarını sigortalasınlar.